El-müvalə. El-müvalə yəni dostluqdur. Sual verilir ki, hakimlər barəsində sual verilir ki, məyər hakimlərin ümmətin düşmanlarıyla köməkləşməsi, onlara keçidləri aşması, əskər məntəqələrini açması, qoyulması onlar üçün bu dostluqdan deyilmi? Onlara olan, yəni həmin hakimlərin şafirlərə olan dostluğu deyilmi? Hansı ki, ittifaqdır ki, bu küfürdür. Bu sual kimi qoyulur. Şeyx Talat Hafizahullah rədd verir, deyir ki, dostluq iki növdür. Dostluq iki növdür. Birinci dostluq qəlbi dostluqdur. Yəni kafirlə qəlbi dostluq eləməkdir. Yəni kafirlərin dinini sevmək. Bu da böyük küfürdür və böyük nifaqdır. Böyük küfür, böyük nifaq insanı yəni dindən çıxarır. İkinci dostluq isə əməli. Muvalatun aməliyyatun, yəni əməli dostluqdur. Misal olaraq onlarla köməkləşməsi, onlara kömək eləməsi, hansı formada olsun, müxtəlif növlərdə hansı köməkli olsun. Bu böyük küfür deyil. Məsəl üçün buna nəyə misal çəkmək olar? Müsəlman cəsusun hökmü. Müsəlman cəsusun hökmü. İbn Hacer el-Əsqalani rahmehullah hekayə edir fi Ma'ridil Kelam an hadisi Hatib ibn Abi Balta'a. Hatib ibn Abi Balta'a radiyallahu anhu, yani İbn Hacer rahmehullah zikredir. Ve fihi hatku sitril casus. Yani orada casusun sitrini yani üzə çıxartmaq vardır. Pərdəsini, yəni cırmaq belə deyək, üzə çıxartmaq var. Və qad istədəllə bihi mən yara qatləhu minəl məlikiyyəti. Yəni bəzi məlikilərdən, məliki məzhəbində olanlar bunu dəlil gətirirlər ki, cəsus ölməlidir, qətl olunmalıdır. Burada da İbn Ömər radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemdən Hatibin qətlinin iznini istəməsidir ki, izin ver bunu neyiniyim, boynunu vurum. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də ona izin vermir. Yəni Ömər radiyallahu anh izin vermir. Yəni elə cavab vermir ona etdiğəmədə görə. Birinci ki, Hatib nədir? Bədir əhlindən olmuşdu ona görə. Bədirdə döyüşənlərdən olmuşdu. Və bəziləri isə demişlər ki, əgər təkrarlanarsa da öldürülür. Əgər cəsusluğu təkrarlanarsa da öldürülür. Məlik Rəhməhullahdan bilinən odur ki, İmam Məlik Rəhməhullahdan bilinən odur ki, bu imamın içtihadına qayıdır. İmam içtihad edir, yəni məsləhət isə öldürmək öldürür. Məsləhət deyilsə öldürmür yəni. İmam Təhavi Rəhməhullah icma nəqil eləmişdi icmanı ki, müsəlman cəsusun qanı halal deyil, yəni öldürülmür yəni. Müsəlman cəsus öldürülmür. Düzdür, hakim onu cəza verir, həbs edir. Amma öldürülməsi, yəni İmam Təhavi Rəhməhullah icma nəqil edir belə bir şeydə. İmam və qalə şəfi'iyyətu vəl-əksər, şafitlər və başqaları deyiblər ki, yuazzər. Yuazzər hər hansı bir cəza tətbiq olunur, hakim özü seçir. Və in kənə min əhlil heyəti yu'fa anhu. Amma heyət əhlindəndirsə də nədir? O aff olunur. Burada qəsd heyət əhli dedikdə Şeyx Talat hansı ki gətirir bəzi şafizilərin sözünü, yəqin söz sahiblərindən. Söz sahiblərindəndirsə də, yəni vəzifədə də belədir, o nədir? Aff olur, keçilir onun üçün. Əl-Əvza'i rəhməhullah və Əbu Hanifə həmçinin onlar demişdilər ki, ağrıdıcı bir cəza verilir ona və həbs olunur, həbsi də uzadılır. Yəni cəsus öldürülmür, ağrıdıcı cəza verilir, amma bir də həbs olunub, həbsi uzadılır. Onu İbn Hacer rəhməhullah Əl-Fəthül Bəridə alimlərin sözünü zikr edir. İbn Qayyim rəhməhullah artıq açıqlamışdı ki, cəsusluq
şirkten aşağı olan büyük bir günahdır. Necə ki deyir ki, El-kebiratul azimetu mimme dune şirk. Demişti ki, cəsusluq şirkdən aşağı olan böyük bir, əzəmətli bir böyük günahdır. Ola bilsin ki, silici böyük bir yaxşılıqlarla sililə bilər. Kəmə vəqa'al cəssu min hatibin. Necə ki, Hatibdən, radiyallahu anhudan cəsusluq baş vermişdi. Mukaffəran bi şuhudihi bədran. Bədirdə şahidlik elədiyi üçün təkfir olunmuşdu. Yəni ki, həmin günah silinmişdi onda. Bədirdə Allah Taala iştirak edənlər barəsində demiş ki, nə siz dediniz, bağışladım. Təbii ki, Allah Taala bilir ki, onlar heç vaxt küfr eləməyəcəklər, dindən dönməyəcəklər. Amma başqa günahlar edəcəklər, onu da Allah Taala nə edir? Onlar üçün bağışlamışdır. فإنما اشتملت عليه هذه الحسنة العظيمة من المصلحة وتضمنته من محبة الله لها ورضاه بها وفرحه بها ومباهاته للملائكة بفاعلها أعظم مما اشتهلت عليه سيئة الجس من المفسدة وتضمنته من بغض الله لها فغلب الأقوى على الأضعف فأزاله وأبطل مقتضاه. Burada Hatib radiyallahu anh'ın etdiyi əməl böyük bir yaxşılıq idi ki, özündə Allah Taala'nın sevgisini, razılığını, onun sevincini və hətta mələklər yanında belə onları övmüşdü də. Mənədə tərcümədir. Övmək yəni ki, onların sevinmişdi, fəxr eləmişdi ki, bu əməli edən, Bədirdə iştirak edən və yaxud da ki, hər hansı bir elə bir yaxşı əməl edən. Ki, buradakı məsləhət cəsusluq pisliyinin üstün gəlmişdi. Cəsusluq hansı ki, Allah Taala'nın nifrəti var o şeyə. Güclü olan, zəif olana qalib gəlmişdi və onu nə eləmişdi? O pisliyi aparmışdı. Pisliyi nə eləmişdi? Aparmışdı. Vəl-əvlə ən yuqal, ən yaxşıdır ki, deyilsin ki, alimlər icma ediblər cəsusluq edənin kafir olmamasında. Alə adəmi təkfiri, yəni təkfir olunmamasında, təkfir edilməməsində icma eləmişdilər. Niyə? Müsəlman vəsfinin olduğu üçün şəxsdə. Yəni ki, kəlmə şəhadəti var, müsəlman vəsfi var, sadəcə düşübdə bu əmələ. Cümhur alimlər də ittifaq eləmişdilər ki, o qətl olunmur. Cümhur, demir icma, cümhur. Və ləv kənə mürtəddən ləttəfəqu alə qatl. Əgər mürtəd olsaydı, ölümündə ittifaq edərdilər. Demək, cümhur bir çox alimlər deyiblər ki, qətl olunmur. Əgər bu mürtəd olsaydı, ittifaq edir ki, nədir? Qətl olunmalı idi. Və hətta mən qalə ənəhu yuqtal, hətta kimlər ki, deyiblər ki, cəsus öldürülür, fəqad cəalə mənata qatlihi huvə təziru lərriddə. Yəni, öldürülməsini istəyən alimlər belə onu cəzalandırma bölümündən deyiblər. Riddə bölümündən yox, yəni dindən dönübdür deyə yox, bu bölümündən deməyiblər. Bir kəs ki, Allaha və onun rəsuluna şəkk eləmədən iman gətirirsə də, belə bir əməl ondan baş verərsə də, bu kafir olmur. Bu, bəzi dünya məqsədləri üçündür. Dünyadan nəsə əldə edəcəkdir, bunun üçün edibdir. وَلَوْ كَفَرَ لَمَا قِيلَ. Əgər kafir olsaydı, onda deyilməzdi ki, xəllu səbiləhu. Yəni, onu yüzünlə bıraq. Öldürmürlər də, Hatib radiyallahu anh öldürmürlər. Lə yuqali qavlihu sallallahu aleyhi ve sellem Ömər Peyğəmbər sallallahu aleyhi ve sellemin Ömərə olan bir sözü var idi ki, yəni o söz deyilmir ki, وَمَا يُدْرِيكَ لَعَلَّ اللّٰهِ اطَّلَعَ عَلَى أَهْلِ بَدْرٍ. Nə bilirsən, bəlkə Allah subhanətə Bədr əhlinə baxıbdır və deyibdir ki, nə istəyirsiniz edin, artıq sizi bağışladım. Əgər onlar kafir olsaydılar, onların heç bir yaxşılıqları qalmazdı. Və küfrün də və küfr əhkamlarının da onlara çatması, o yaxşılıqları mani ola bilməzdi. Yəni, odur ki, kafir olmayıblar. وَمِنْهَا مَا هُوَ دُونَ ذَلِكَ مِنَ الْكَبَائِرِ. Yəni, bundan böyük günahlardan aşağı olan bəziləri də
Deyirlər ki, hətta böyük günahlardan aşağıdır o əməl nədir? Böyük günahlardan aşağıdır. Bu birinci qism idi. İkinci qism nədir? Deyib ki, فَأَنْ تَكُونَ الْمُوَالَاتُ لِلدُّنْيَا Dostluq şey üçün olmalıdır, dünya üçün. Deyək ki, kafir olmaması üçün bir kəsin kafirlə olan dostluğu dünya üçündür, dünya məqsədi üçündür. Məsələn, bəziləri misal çəkirlər, Ramazan Qədirov deyirlər ki, Putinlə dostluq edir və yaxud da neyinir, bu insan buna görə kafirdir. Biz deyirik ki, Ramazan Qədirov zahiri İslamdır. Zahirliyindən hər hansı bir ondan şirk əməl baş versə də belə, zahiri İslamdır, hüccət çatdırmaq lazımdır. Amma o Putin dinini sevmir ki, o xristianlığı sevmir ki, xristianlığı İslamdan üstün tutmur ki, elə olsa da girərdə ora. Düzdürmü? Bu Putinlə dünya məqsədləri üçün neyinir? Yaxındır. Biraz dünya vardır bu şeylərə görə. Ona görə deyir ki, ikinci qism odur ki, o dostluğu dünya üçündür. Dünya məsləhəti üçündür, dünya işi üçün, dünya məsləhəti üçündür. Öz dinində belə təfrid eləsə belə, dinində boş yanaşsa belə, bu kafir deyil. Bu dostluğundan kafir olmur. Yəni dindən çıxmır. Çünki bu dünya işi üçündür. Bu Allah Taala'nın sözü nazil olubdur bu arada. Allah Taala Quran-ı Kərimdə deyir ki: "Ya eyyuhellezine amenu" Ey iman gətirənlər, görədir, ey iman gətirənlər. La tettexizu aduvvi və aduvvahum awliya. Mənim və sizin düşmanlarınızı, öz düşmanlarınızı dost götürməyin. Demək, onları Allah Taala hansı adla çağırdı? Tulquna ileyhim bil mevedde. Yəni onlara sevgi atırsınız. Özünə dost götürüb, siz nə var dünyada onlara sevgi atırsınız. Vakat keferu bima ca'akum minel hak. Sizə haqdan gələni onlar küfr eləmişdilər. El-Mumtehine surəsi 1-ci ayə. Burada nə var? Burada əsbətə ennəhum əlqav bil məvəddəti. Yəni Allah deyir ki, ispat edir ki, onlar sevgi atırlar onlara. Yəni ki, kafirləri bilinib sevirlər, yəni zahirdə. Və onları iman adından çağırdı. Ey iman gətirənlər. Demək, var idi bu və o addan çağırır ki, eləməyib bunu. Və qalə cəm'un min əhlil ilim. İlim əhlindən bir toplum demişdi ki, munadatu men əlqal məvəddəti bi ismil iman dəllə alə ənə fi'ləhu ləm yuxrichu min ismil iman. Demək, onların kafirlərə sevgi atması, sevgi ilə yanaşması iman adından, yəni kimlər kafirlərə sevgi atırlar, iman adından çağırılması dəlalət edir ki, onların əməli iman adından onları çıxartmamışdı. Yəni imandan onları çıxartmamışdı. Hədə muqtada istifsalin Nəbi sallallahu aleyhi ve sellem min Hatibin. Yəni bu Peyğəmbər sallallahu aleyhi ve sellem Hatibi həmin şeydən çıxartmasıydı, ayırmasıydı. Yəni ki, bu sual verir də, Peyğəmbər sallallahu aleyhi ve sellem ona sual verir katibə ki, necə qissə məlumdur, mərufdur. Burası o yerində deyir ki, ey Hatib deyir, səni buna aparan nə oldu? Nəyə oldu ki, sən bunu elədin də? Yəni, Allahın Rəsulü sallallahu aleyhi ve sellem sirrini yaymasını deyir də. O da bəyan edir ki, dünya, din yox. Amma bir toplum qohumları var idi, istəyirdi ki, kafirlərin yanında nəsə bir şey olsun ki, onları qoruya bilsin orada. Üçüncü qismdə odur ki, kafirlərin dininə görə onlardan dostluq eləmək, onları dininə görə sevmək, onların dostluq eləmək, onların şirkin, bütpərəstliyin, nəinki üzərində də onun üçün onlara kömək edir. Bu üçüncü qismdir. Yəni, onların sevgisi onların dininə görədir. Misal olaraq, bu da onun mislindədir. Bu da onun mislindədir. Yəni ki, əgər kafirləri onların dininə görə sevirsə də, onların dininə görə onlara kömək edirsə də və dinlərinə kömək edirsə də, onların dininin səhi olduğunu da, bu da onların mislində olur. Bu dostluq elədiyi üçün, bu dostluq təkfir edən dostluqdur. Yəni ki, bunun üçün də həmin kəs nə olur? Kafir olur.
Kamil iman həqiqətən mömindən başqasıyla dostluq eləməyi qadağan edir. Əgər bir insanın kamil imanı vardırsa da, mömindən başqasıyla dostluq eləmir heç vaxt. Çünki mömindən başqasıyla dostluq eləmək, onlara sevgi, məvəddə, məhəbbə, bunun kimi bir şey eləmək, bu vacib olan imanı neyinir? Silir. Necə ki, Allah Teala Quran-ı Kərimdə deyir ki, لا تجد قوما يؤمنون بالله واليوم الآخر يوادون من حد الله ورسوله. Allaha və axirət gününə iman gətirən elə bir qövm taparsan ki, onlar Allah və Rasulunun həddlərini aşanları özlərinə dost götürsün. Allaha və axirət gününə iman gətirən elə bir qövm yoxdur. Allah və Rasulunun həddlərini aşanları özlərinə dost götürsünlər. Əmmə muzaharatul müşrikin və i'anatuhum aləl muslimin nusratan lil kufri və əhlihi fəhədə min nəvaqidil İslam. Amma müşriklərə kömək eləmək, onları müsəlmanların üzərinə qarşı onların yanında durmaq, kömək eləmək, bu küfrə kömək eləməkdir. Küfr əhlinə kömək eləməkdir. Bu da İslamı pozan amillərdəndir. Kəmə huvə muqarrarun fi kutubil hənəbiləti. Necə ki, hənəbilə kitablarında, həmbəli kitablarında, yəni ki, bu öz yerini tapır və alimlər onu zikr ediblər. Onlardan da biri Şeyx Muhammed ibn Abdülvahhab rəhməhullahdır. Namazı İslamın 10 dənə İslamı pozan şeylərdən nədir? Onu zikr edir. Səhv eləmirəmsə 9-cu olmalıdır səhv eləmirəmsə. Müsəlmanları kafirlərin müsəlmanların üzərində qalxmasında, onların yanında durub müsəlmanlara qarşı kömək eləməsində. İslamı pozan əməllərdəndir. Və hədə naqidu məbniyun alə əmrin. Bu şeydə iki iş üzərində qurulubdur. Birinci, əl-muzahara və thani əl-i'anə. Muzahara, kafirlərin müsəlmanların üzərinə üstün tutması, qaldırması. İkincisi isə kömək eləməsi. Kafirlərin müsəlmanlardan üstün görməsi dinlərinə görə. İkinci isə onlara kömək eləməsi ki, onların dini, İslam dininə, müsəlmanlara qalib gəlsin. İki şey üzərindədir. Muzaharatul müşrikin və i'anətuhum aləl muslimin. Müşrikləri üzə çıxması, onları üstün tutması və müsəlmanların üzərinə onlara kömək eləməsi deyir. والمظاهرة أن يتخذ أو أن يجعل طائفة من المسلمين أنفسهم ظهرا للكافر. Mesela bir يحمونهم فيما لو أراد طائفة من المؤمنين أن يقعوا فيهم يحمونهم وينصرونهم ويحمون ظهورهم وبيضتهم. Muzahara nədir? Müsəlmanlardan bir tayfanı kafirlərin arxasında dursun deyə müsəlmanların onu götürürlər ki, kafirləri qorusun. O vaxt ki, əgər möminlər istəsələr ki, kafirlərə hücum eləsinlər, şey eləsinlər, onlar nə edirlər? Həmin müsəlmanlardan istifadə edirlər. Arxalarına qoyurlar onu, formada istifadə edirlər ki, nə deyir? Həmin kafirlərə kömək eləsin. Müsəlmanlara qalib gəlmək üçün. Hədə muzaharatun bima'nə ənəhu sar zahran ləhum. Muzahara yəni odur ki, onların arxasında durur. Şeyxülislam İbn Teymiyyə rəhməhullah deyir ki, muzaharatul müşrikin və i'anətuhum aləl muslimin murakkabun min əmrin. Demək, kafirlərə kömək eləmək, zahar olmaq, onların da arxasında durmaq, onların müsəlmanlara qarşı kömək eləmək iki şey üzərində qurulubdur, tərkib olunubdur. Əl-muzaharatu bi ən yəkuna zahran ləhum bi əyyi əməlin. Əy yəkunu zahran yədfə anhum və yəqifu ma'ahum və yədribul müsliminə li əcli həməyyəti həvləy. Nə arır? Onların arxasında durur, hər hansı bir əməl olursa, bütün əməllərdə. Müsəlmanlardan onlara hər hansı bir zərbə gələrsə də, onların yanında durub dəf edir həmin zərbələri. Niyə? Bu müşrikləri, kafirləri qorumaq üçün. İkincisi də odur ki, müşriklərə kömək eləmək müsəlmanların üzərinə. Onun dabiti odur ki, ən yu'inə qasidən zuhurəl kufrəl İslam. Qəsdi burada kömək dedikdə, küfrün İslamın üzərinə qalxması. Köməyində qəsdi nədir?
bu küfür İslam üzerine kalksın diye. Qəsdi budur. لأن mutlaqal i'anəti qeyri mükəffir. Çünki mütləq kafirlərə kömək etmək nədir? Şey eləmir. Mükəffir deyil, insanı təkfir eləmir o şey. İnsan təkfir olunmur mütləq olaraq. Qəsd burada nə olmalıdır? Qəsd burada olmalıdır ki, küfür İslama üstün gəlsin. Belə köməklik edərsə. Çünki Hatib ondan kafirlərə kömək eləmək baş vermişdi. Müşriklərə kömək eləmək baş vermişdi ki, Allahın Rəsulunun sallallahu əleyhi və səlləmin zahirdə görsənən o idi ki, üzərinə binə və min əməl, hər hansı bir əməldən vəl-i'anətu bi kitabəti sirri Rasulullah sallallahu əleyhi və səlləm. Allahın Rəsulunun sirrini açmaqla və onların üzərinə getməsini bildirməklə. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm istəfsala minhu, ondan soruşur, təfsilat istəyir. Bu da dəlalət edir ki, lazımdır ki, neyəsən, belə bir şey olarsa da həmin kəsdən soruşasan, bunu biləsən ki, bu nədir? Allah Cəllə və Alə də demişdi ki, fi mutlaqil əməl, hədə bu əməlin mütləqində demişdi ki, وَمَنْ يَفْعَلْهُ مِنْكُمْ Sizdən kim onu eləsə, fəqad dalle səvə səbil artıq bərabər yola nədir? Azmış olarlar. Yəni, onlar kimi azmış olur bərabərlə. Lakin leysə bi mükəffirin illə bi qasdin. Lakin bu yalnız qəsdlə nədir? Kafir ola bilər. Yəni, əməlini eləməsi sən onu bilə bilmirsən. Ona görə böyük küfür deyəmirsən ona. Yalnız qəsdini üzə çıxartsa, dilində və yaxud da yazmasında, bunu da bilə bilirsən. Fələmmə əcəbə Hatibən, o vaxt Hatib cavab verir ki, bu onu qəsdi o deyildi ki, küfür İslamın üstün gəlsin, qalib gəlsin. Ey Allah Resulü, mən fəaltu hədə rəğbətən fil kufur bə'dəl İslam. İslamdan sonra küfürdə rəğbətlənməyə görə bunu eləmədim. وَلَكِنْ مَا مِنْ أَحَدٍ مِنْ أَصْحَابِكَ İllə ləhu yədun yədfəu bihə ən əhlihi və məlihi. Lakin ashablarından, sahabələrindən elə bir kəs yoxdur ki, onun malını və əhlini dəf edəcək, yəni qoruyacaq bir əl olmuş olmasın. Amma mənim isə Məkkədə heç bir əlim yox idi. Yəni kömək, qohumlarım var idi, şey var, köməkləyən yox idi onlara. Və aradtu ən yəkunə li bizəlikə liyədun. Mən də istədim ki, bu əməlimdə mənim də əlim orada olsun, bir əlim çatsın onlara. Deyə falan kəs dəyimin onlara, məsəl üçün bizimkidir, belə deyək. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İnnəllahi ittala ilə əhli Bədrin, Allah Taala Bədr əhlinə baxır və deyir ki, nə istəyirsiniz edin, artıq sizi bağışladım. Burada Hatibin bu ki, Hatib radiyallahu anhu, Hatib bin Bəltəə Peyğəmbər sallallahu əleyhi və səlləm müşriklərə qarşı döyüş aparmaq istəyəndə bu xəbəri bir məktub yazır, bir qadından göndərir Məkkəyə. Göndərəndə Peyğəmbər sallallahu əleyhi və səlləmə vəhiy gəlir və sahabələri göndərib ki, o qadından götürürlər məktubu yolda. Yəni qısa odur ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Hatibdən onu soruşur. Yəni qəsdi nə idi bunu deməkdə, yəni küfrün İslamın üzərində olsun, qalib gəlsinmi, yoxsa o deyir Allah Rəsulü, mən onu küfrü İslamdan sonra küfrü istəyərək eləmədim. Kafir olmana görə eləməmişəm yəni bunu. Lakin sənin sahabələrindən hər birinin öz qohumlarını Məkkədə qorumaqdan ötə əli var. Mənim seçkimim yoxdur orada. Mən də istədim ki, mənim də əlim olsun. Düzdür, əməl düz əməl deyil. Yəni, amma istəyir müşriklərə bir xəbər ötürür və müşriklər onun qarşılığında da onun qohum əqrəbəsinə dəymirlər orada. Belə deyək. Bunu istəyirlər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deyir və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, həqiqətən Allah Taala Bədr əhlinə baxıb və deyib ki, nə istəyirsiniz edin, artıq sizi bağışladım. Hatibin radiyallahu anhu burada iki şey edibdir. Birincisi, etdiyi şey məstuf siləfi, yəni istifsar olunub, soruşulub da ondan. Məsəl üçün, vəhiyyə məsələ, sualdır ki, onu Hatib qəsdən mi edibdir? Küfürün İslamın üzərinə qalib gəlsinmi deyə edibdirmi? Kafirləri küfrü İslam üzərində sevərək mi edibdirmi? Yəni, sualdır bu. Əgər bunu belə eləyəsi olsa, bu halda o
kafir olmuş olardı. Yəni həmin o əməl onu təkfir eləmiş olardı. Yəni onun Bədirdə iştirak eləməsi belə onun günahını bağışlaya bilməzdi. Həmin günahı. Əgər bu nədir? Belə eləyəsi olsaydı onun. Çünki bu halda dindən çıxmış olurdu yəni. İkinci odur ki, bu ondan onlara bir kömək növü olaraq hasil olmuşdu. Bu əməl də azğınlıqdır, günahdır. Yəni onlara bir kömək kimi ki, hardasa nəsə bir kömək kimi ki, onlar da buna qarşılığında onun qohumlarını orada nədir? Dəyməsinlər. Bu da azğınlıqdır, günahdır. Allah Azze ve Celle deyir ki, tulquna ileyhim bil mevedde. Yəni siz onlara sevgi atırsınız. Və qad kəfəru bimə cəəkum minəl haqq. Artıq sizə haqdan gələn şey onlar küfr eləmişlər. Siz onlara necə sevgi atırsınız? O yerə kimi ki, laqad kana lakum fihim uswatun hasanatun limen kana yarjullaha vel yevmel ahir. Artıq onlarda sizin üçün gözəl bir nümunə var idi. Kimin üçün? Kim ki Allahla görüşəcəyini və axirət gününü ümid edirsə də. Yəni kim Allaha və axirət gününü ümid edirsə də, söhbət burada kimdən gedir? Burada söhbət İbrahim Aleyhisselamdan gedir. Onunla bir yerdə olanlardan gedir. Ki onlarda gözəl nümunə var idi yəni. Yəni bu dəlalət edir ki, alə ennel istifsalə fi hədil məsələti zahir. Yəni bu məsələdə istifsar eləmək, soruşmaq yəni zahirdədir. Yəni bunun Peyğəmbər sallallahu bundan soruşur ki, bunu niyə edirsən? Yəni lazımdır ki, təfsilat verilsin məsələ. Birbaşa olmaz demək ki, biri cəsusluq elədi, sırası kafir hükmü vermək olmaz. Soruşmaq lazım, niyə edir belə yəni? Yəni onlara olan köməyində də belə nədir? Soruşmaq lazımdır. Bilirsən, bəzi ərəb ölkələr olub ki, kafirlərə kömək edir, bəzi müsəlman ölkələri. Orada o təkfir birbaşa eləmək olmaz. Necə xavariclər edirlər yəni. Lazımdır ki, neysə istifsar edəsən yəni. İstifsar edəsən. Yəni. Amma muzahara ki, bi en yakuna zahran lehum və yedfa anhum, yəni onun orada arxası olsun və onları həmin arxaya dəf eləsin. Yəni məsəl üçün kafirləri, müşrikləri müsəlmanların üzərindən indi muzahar edir, zahir edir onları. Onlara arxa olur. Kafirlərə, müşriklərə arxa olur və onları müdafiə edir. Onlara gələn hər hansı bir problemlərdə, çətinliklərdə onları müdafiə edir. Və onlarla bir yerdə müsəlmanlara qarşı döyüşə girir. Bu İslamı pozan şeylərdəndir. Hansı ki, elm əhli bunu bəyan eləmişdir. Şeyx Talat Hafizullah deyir ki, sahibu deyir, və lakin zəkərə sahibu kutibi minnətir rəhmən. Kitab var, bir dənə belə kitabça var. Minnətir rəhməndir kitabça. Onu Yasir Burham yazıbdır. Misirdə təkfirçilərin başçısıdır. Hizb-ı Nurun belə deyək, başçısıdır. O orada deyir ki, kafirləri deyir, muzahara eləmək, onlara yəni kömək eləmək, onların yanında durmaq bu böyük küfürdür. Allah Subhanahu taala onun sözünü gətirir ki: "İnnellezine tevaffahumul melaiketu zalimi anfusihim." Deyir, öz nəfslərinə zulm etmişlərin canlarını mələklər aldıqda onlara deyəcəklər ki, nə olmuşdu sizə? Yəni nə olmuşdu ki, həmin yeri tərk eləmisiniz? Məkkə dövründə bizdə döyüş olanda bəzi sahabelər hicrət eləməmişdilər Məkkədən Mədinəyə. Məcburən kafirlər də onları özlərindən çıxartmışlar müsəlmanlara qarşı döyüşə. Yəni ayə nazil olur ki, yəni onlara deyində nə olmuşdursa, onlar deyəcəklər biz yer üzündə zəiflərdən idik. Onlar deyəcəklər ki, məyər Allahın yeri geniş deyildimi ki, sonra hicrət edərdiniz? Onların deyir sanacaq yer cəhənnəmdir, ora nə pis dönüş yeridir. Yəni fəmə təqulun, buna nə deyirsiniz? Yəni ki, o bu ayəni gətirir. Yasir Burhami Minnətur Rəhmən kitabı var, onun kitabçadır bir də, belə özdə şərh veribdir. Orada yəni bu şeylərə toxunub, təkfirçidir, o təkfirçilərin başçısıdır, Misir İskəndəriyyədədir. Bu ayəni gətirir ki, Əbgüsən bu ayə dəlalət edir, bu böyük şirkdir, əgər kafirlərə yanında durmaq, onlarla
onlara kömək eləmək, yəni ki, böyük küfürdür. Bu ayəni gətirir. Cavab budur ki, bu istidlal xatadır. Yəni ki, bu ayəni dəlil kimi gətirmək xatadır. Çünki sələfin bütün sözünə müxalifdir. Yəni o söz sələfin bütün sözünə, sələfin sözünün hamısına müxalifdir. İbn Kəsir rahmehullah artıq nəqilləmişdi ki, belə edən kəs harama düşmüş olur. Yəni icma nəqilləmişdi İbn Kəsir ki, belə edən kəs, yəni müşriklərə kömək edən kəs nədir? Yəni böyük günah sahibidir yəni. Yəni bu küçük böyük küfür deyil, amma böyük günahdır yəni. Və eynəl kufrul əkbar yə ədəyə, ey iddia edənlər, hanı böyük küfür? İbn Kəsir deyir, böyük küfür deyil bu. Həmçində Əd-Dahhaq rahmehullah deyir ki, nəzələt fi nəsin minəl münafiqin. Bu ayə münafiqlərdən olan insanlara nazil olubdur. Rasulullah s.ə.v-dən Məkkədə nə eləmişlər? Təxalləfu. Yəni, arxada qalmışdılar onlar. Müşriklərlə Bədirdə və xaracu məl müşrikinə yevm Bədir. Müşriklərlə bir yerdə döyüşə çıxmışdılar Bədir günü münafiqlər. Fə usibu fi mən usibə. Fə nəzələt həzil əyətil kərimət. Yəni, bu vaxtı onlardan kimə baş verib, musibət baş verir. Bu kərim ayə də nazil olmuşdur. Yəni, bütün kimlər ki, yəni, müşriklərin yanında olublar, döyüşdə qadir idi ki, hansı hicrət eləməmişdi, bunların hamısına aiddir. وَلَيْسَتْ مُتَمَّكِّنًا مِنْ إِقَامَةِ الدِّينِ فَهُوَ ظَالِمٌ لِنَفْسِهِ مُرْتَكِبٌ حَرَامًا بِالْإِجْمَاعِ. Yəni, qadir olan, hicrətə qadir olan kəs və həmçinin öz dinini izhar etməyə qadir deyildi. Yəni, hicrətə qadir idi, amma imkanı yox idi ki, qaldığı yerdə də hicrət eləməsə belə dinini üzə çıxartsın. Buna qadir olmadığı üçün, dini yerinə yetirə bilmədiyi üçün bu ayə onlara icma ilə nazil olmuşdur. Və misal çəkək, deyək, bəzi insanlar küfr ölkələrində bəzi müsəlmanlar yaşayırlar da, əgər onlar İslamı üzə çıxara bilmirlərsə, onların orada yaşaması haramdır. Amma yox, onlar orada İslamı üzdə yaşaya bilirlərsə də, İslamın bütün şüarlarını üzə çıxara bilirlərsə də, onu da bəyənilmir. Getsə daha yaxşıdır, oradan çıxsınlar daha yaxşıdır. Çıxmasalar da günah daşımırlar yəni. Yəni, bu ayənin nəssi ilə, dəlili ilə, həmçə Allah Teala deyir, necə ki, ayədə gəlmişdir ki, İnnellezine tevaffahumul mələikətu zalimə enfusihim. Yəni, öz nəfslərinə zulm etmişlərin canlarını mələklər aldıqda, nəylə zulm eləmişlər? Hicrəti tərk eləməklə. Onlara demişdir, nə olub? Yəni, niyə burada qaldınız? Niyə hicrəti tərk elədiniz? Onlar deyəcək, biz zəiflərdən idik yer üzündə, yəni bacarmırdıq ki, o ölkədən, həmin şəhərdən çıxaq, başqa yerə gedək. Deyəcək, məyər Allahın yeri geniş deyildir, biz sonra hicrət edəsiz. Onların düşəcəyi yer cəhənnəmdir, oranın pis dönüş yeridir. Həmçinin Abdurrazzaq deyir ki, rəhməhullah, Ənbəənə İbn-i Uyeynə bizə deyir, xəbər verdi ki, Ənə Ubeydillah ibn-i Əbi Yezid deyir ki, eşitdim ki, İbn Abbas radiyallahu anhuma deyir, Kuntu ənə və ummi minəl mustadəfinə minən nisə vəldən. Mən və anam zəif qadınlar və uşaqlardan idik. O və anası. Allah Teala çünki zəif qadın, kişiləri, qadınları, uşaqları istisna gətirib, deyib, Allah onlara affet edəcəkdir. Deyir, mən deyir, anam və mən zəif qadınlar və uşaqlardan idik. Buxari Rəhməllah deyir ki, Əbu Nu'man deyir, bizə xəbər verdi ki, Həmməd ibn Zeyd deyibdi ki, Əyyubdan, An ibn Əbi Muleykə, An ibn Abbas radiyallahu anhumə illəl mustadafin ayəsində keçdik, yalnız zəiflərdən başqa
Kənət ummi mimmən azərallahu azze və cəllə. İbn Abbas deyir ki, anam deyir, Allah Teala özür gətirdiyi kəslərdən idi. Qadınları zəif olanlardan idi. Ət-Tabari rahmeullah deyir ki, Allah azze və cəllə deyir ki, fəuləikə asallahu ən ya'fu anhum. Allah subhanahu ta'ala onları affedəcək. Söhbət kimdən gedir? Zəif kişi, qadın və uşaqlar ki, hansı ki, hicrət eləməyə gücləri yox idilər. Yəni, söhbət bunlardan gedir. Ləallə Allah Taala'nın haqqında istifadə olunduqda, lüğətdə, ərəb dilində ehtimalı bildirir, amma Allah Taala'nın haqqında dəqiqliyi bildirir. Deyəndə ki, asallahu ləallallah dedikdə, yəni ki, bu baş verəcək. Bu demək. Yəni, ola bilsin demirik ki, ola bilsin Allah onları bağışlayacaq. Yox, Allah onları bağışlayacaqdır. Yəni, ki, onların üzrü vardı ki, çünki onlar müminlər idi, onların üzrü var idi. Yəni, Allah subhanahu ta'ala bağışlamaqla onları fəzillətləndirir ki, onlar hicrəti tərk eləməkdə nə idi? Aciz idilər. Yəni, həmin kəslər hicrəti öz istəklərindən və yaxud da ki, küfr ölkəsini İslam ölkəsindən üstün tutaraq ona görə tərk eləməmişdilər. Yəni, küfr ölkəsini İslam ölkəsindən üstün. Buna görə eləməmişdilər. Lakin acizlikdən eləmişdilər. Ona görə Allah Teala deyir ki, Allah onları affedəcəkdir. Allah affedəndir, bağışlayandır. Yəqul və ləm yəzəlilləhu afuvvan. Yəni, Allah subhanahu ta'ala davam etdi olaraq affedəndir. Və safhin bifadlihi an dunubi ibadihi. Yəni, öz fəziləti ilə qullarının günahlarını bağışlayır. Onları olan cəzanı tərk edir Allah subhanahu ta'ala. Çünki bağışlayandır. Qafur, yəni sətir, günahı örtür. Onların günahlarını örtür, af edir, onlar üçün keçir. Və zəkərə ənə hətin əyəteyni, yəni zikr edir ki, bu iki ayə və ləti ba'dəhumə, bunlardan sonra gələn ayələr də nəzələt fi əqvamin min əhli Məkkədə. Məkkədə olan qövmlər var idi ki, onlara nazil olmuşdu. Onlar hansı ki, İslamı qəbul eləmişdilər, Allaha və onun Rəsuluna iman gətirmişdilər. Onlar Allahın Rəsulü sallallahu aleyhi ve sellem hicrət elədiyi vaxtı onunla hicrət eləməyi tərk eləmişdilər. Yəni, onların bəzisinə fitnə, yəni, ərz olunmuşdu və fitniyə düşmüşdülər. Və müşriklərlə də müsəlmanların döyüşünə, müşriklərlə bir yerdə müsəlmanlara qarşı döyüşmüşdülər. Allah subhanahu ta'ala bunların üzrünü qəbul eləmədi, hansı ki, üzr gətirmişdir özlərinə. Əksinə demişdilər ki, əgər Allahın yeri geniş deyilmi? Onlar deyəndə ki, biz zəiflərdənik. Onlar deyəndə Allahın yeri geniş deyilmi? Siz ora hicrət edəsiniz. İbn-i Teymiyyə rahmanullah deyir ki, bir kişi وَقَدْ تَحَصَّلِ لِرَجُلٍ مَوَدَّتُهُمْ لِرَحِمٍ. Ola bilsin ki, bir kişini bir rəhim cəm edə bilər, rəhim sevgisi cəm edə bilər. Məsələn, bir qarından olublar, qardaşdırlar məsəl üçün. Və yaxud da ki, həcətun fətəkun zəmbən və yaxud da ki, bir ehtiyac bir kafirlə onu cəm edə bilər. Ola bilsin, qardaşı bir qarından gəliblər, kafirdir və yaxud da ki, hər hansı bir ehtiyacı vardır. Bu şey ola bilsin ki, onları cəm edər. Bu halda həmin o sevgi günah olur və həmin kəsin imanının naqisliyinə dəlalət edir. Bu halda həmin kəs kafir olmur. Yəni, belə etdikdə kafir olmur. Doğma qardaşıdır, iman zəifliyindən kafirdir, onu sevir, qardaşı deyə. Və yaxud da ki, ehtiyacı var. Kim məsələsə, ondan dostlar üçün ona ehtiyacı vardır. Bu, onun imanının zəifliyinə dəlalət edir, amma bu halda kafir olmur. Necə ki, Hatib ibn Əbi Balta'a sahabə ki olur, Hatib ibn Əbi Balta'a o vaxt ki, müşriklərə kitab yazır, Peyğəmbər sallallahu aleyhi ve sellemin bəzi xəbərlərini göndərir də yazaraq. Bunun əməli nəyə dəlalət eləmişdi? Yəni, ehtiyacı var idi onun. Bununla imanın zəifliyinə dəlalət eləmişdi, amma kafir olmamışdı.
İbn Seymur Rəhməhullah deyir ki, o vaxt ki, mübalə barəsində soruşurlar ondan. Deyir ki, bu məsələ məsələlərin ən incəsindəndir və ən təhlükəsindəndir. Xüsusən də cavanların yanında. Çünki bəzi cavanlar elə zənn edir ki, hansı şey ki, kafirlərlə bir yerdə ittisal, əlaqə saxlamaq var, o deyir, onlar olan dostluqdur. Bəzi cavanlar elə başa düşürlər, deyir. Bu deyir, belə deyil. Əl-bəbul məftuh. Yəni, fətvaları var, bəbul məftuh, liqa, sual cavab verirlər həmin yerdə. Şeyx Talad Hafızullah deyir ki, sənə bəzi deyir, böyük təfsilatlı deyir, fətvalar bu dostluq barəsində Şeyx Albani Rəhməhullahın fətvalarını deyəcəkdir. Ki, Şeyx Albani Rəhməhullah deyir ki, Vələ ilə təvliyyənin fərqi vardır. Neylə? Vələ ilə təvliyyənin fərqi vardır. Şeyx Albani Rəhməhullah sual verilir ki, Silsilətul Hudə və Nuru kitab kasetdə, filan nömrədə 751-də məsəl üçün kasetdə sual verən deyir ki, fərq nədir? Ət-təvəlli ilə vəl-vələyən fərqini soruşanda sonra deyir ki, və həl yuhkamu fihimə cəmiyyən aləl-müəyyəni bil-kufur. Yəni, bu şeyə görə, istər təvəlli olsun, istər vələy olsun, buna görə müəyyən bir kəsə küfr hökmü verilirmi? Şeyx Rəhməhullah deyir ki, xeyr, yəni küfr hökmü verilmir. Çünki deyir, küfür, necə ki, biz onu həmişə əbədən, dəimən və əbədən deyir, zikr edirik ki, küfür əməli küfür vardır, bu qismə bölünür, iki qismə bölünür. Bir də etiqadı küfür vardır. Demək, küfürdə iki qismdir, əməli və etiqadı. Biz belə bölürük. Fəmən təvəllə əl-kuffara, kim kafirlərlə dostluq eləsə, amələn fəhuvə fəsiq, yəni əməli dostluq eləsə, o ki, fasikdir. Amma kim əqidə dostluq eləsə onlardan, o kafirdir. Yəni, burada əl-vələyə nədir? Vələyə, məsəl üçün, onlara kömək eləmək, onları sevmək, onları ikram eləmək, ehtiram eləmək. Yəni, elə ki, zahirdə də, batində də sevgiləri var onlara. Yəni, özünə dost götürməkdir. Amma təvalli isə, təvalli deyir, müvalənin mütləqidir, mütləq olaraqdır. Yəni, kamil sevgini, kamil köməkliyi onlara vermək, onların yoluna, onların mənhəcinə tabi olub getmək. Bu fərqlidir. Yəni, vələyə edən kəs kafir olmur, amma imanı zəifdir. Amma təvalli edən, necə ki deyir, təvalli edən nə varır? Təvalli edən, yəni onların dinini sevir, onların dininə tabi olur, mənhəcinə tabi olur, onunla gedir. İkinci fətvasında sual verirlər ki, müsəlmana qarşı kafirdən kömək istəymək mütləq küfürdürmü? Filan kasetdə soruşulur, məsəl üçün, həmin silsilədə 343-cü rəqəmdə olan kasetdə. O vaxt Şeyxulban Rəhməhullahın səs yazılar kasetlərə yazılardı. Ona görə burada deyir. Sual verən deyir ki, binisbəti li məsələtil mustansiri bil-kafir باختصار إن كان قد استنصر بكافر على مسلم غير مستحل ذلك شرعا في نفسه دفعا لعدوان ظنه واقعا به غير مريد بقتال المسلمين ابتداء ولا سفك دمائهم ومن خوف على ماله ونفسه ولم يجد من المسلمين من يحميه من هذا العدوان فهو لا يأثم بذلك Mə təliqukum. Yəni, Şeyxulban Rəhməhullah sual verirlər ki, hansı məsələdən danışırlar ki, kafiri müsəlmana qarşı kafirdən kömək istəmək, bir müsəlmana qarşı. Amma bunu halallaşdırmır. Yəni, bunu şəriətlə həmin kəs öz nəfsində də halallaşdırmır. Sadəcə kafirdən kömək istəyir ki, müsəlmana qarşı ki, o müsəlman etdiyi düşmənçiliyi dəf eləmək üçün. Yəni, zənn edir ki, həmin
müsəlmandan ona o zulm olacaqdır, ona düşmənçilik olacaqdır. Bunu dəf edə bilmir və həmin kafirdən kömək istəyir müsəlmana qarşı. Yəni burada onun istəyi müsəlmanlarla döyüş eləmək yox, onların qanını axıtmaq yox, sadəcə öz malı üçün, nəfsi üçün, qorxduğu üçün. Qorxduğundan belədir və müsəlmanlardan da kimsə tapır ki, bunu bu düşmənçilikdən qorusun. Həmin o müsəlmanın düşmənçiliyindən qorusun. Həmin kəs fəhuvə lə yəsən bizəlik. Yəni bu onunla günah daşımır. Buna nə açıqlama verərsiniz? Şalban Rəhməllah deyir ki, günah daşımamaq məsələsi vəl ictihad yəni mərbutun bil ismi səlbən əv icabən bimənən. Yəni burada deyir qadiyyətü təsim, yəni günah daşımaq məsələsi deyir və yaxud da ki, ictihad məsələsi ada bağlı olan bir şeydir. Yəni istər mənfi olaraq, istərsə müsbət olaraq bu nə deməkdir? Bu deməkdir ki, şəriətdə bilinən odur ki, Peyğəmbər s.ə.v demişdi ki, əgər bir hakim hökm versə, ictihad eləsə, onun üçün doğru əsabə, yəni ki, ictihadında doğru olsa, onun üçün 2 əcr vardır. Amma yox, xata eləsə, ictihad edib xata eləsə, onun üçün 1 savab vardır, 1 əcr vardır. Kim ki ictihad edir, sonra fəəxtaə dərurətən lə yəsən. Yəni ictihad edir, sonra zəruri olaraq xata edir. Yəni zəruriyyətdən xata edir də. Bu günah daşımır ona görə. Deyək ki, bir müsəlman, bir kafirə müsəlmanın düşmənçiliyini dəf eləmək üçün kömək istəyir. Buna görə də hətta günah daşımır deyir. Çünki ictihad edib, xata edib. Əslində kafirdən kömək istəmək olmaz müsəlmana qarşı. إما أن يكون هذا الموصوف بما فعل من الاستعانة بالكافر هو مجتهد ya bu deyir, bu vəsf olunan şey kafirdən kömək istəməsi etdiyi bu əməl ya ictihad edərəkdir, həminki ictihad edibdir, buna görə günah daşımır. Necə ki əyyü hukmun şər'in, necə ki hər hansı bir şəri hökm olduğu kimi, şəri hökmdə olduğu kimi. Amma müctehid deyilsə də, ictihad eləmədən bu şey edibsə də, bu halda o kəs günahkardır. Yəni kafirdən kömək istəməsi müsəlmanlara qarşı. Üçüncü fətvada deyir ki, əl-müstə'inu bil-kafir lə yəkfuru illə izə istəhəllə. Sual verilir, yəni burada deyir ki, başlıq olaraq olur ki, kafirdən kömək istəmək onu halallaşdırmasa kafir olmur həmin kəs. Yəni kafirə sığınması, kafirdən kömək istəməsi bu əməli halallaşdırmayana kimi insan kafir olmur. Yenə həmin kasetdə 439-cu kaset rəqəmdə deyir ki, biz deyir, lə nukəffirhu, həmin kəsi təkfir eləmirik, yalnız kafirlərlə dostluğu, qəlbi dostluq halallaşdırarsa da. Yəni ki, kafirlərlə qəlbi dostluq edib onu halallaşdırarsa da. Onu da dilində deməsə bilmirsən də, hə. Yəni biz bunu belə bilsək, onda o həmin insanı neyinirik? Təkfir edirik. O da üzə çıxardığında, yəni ki, onların dinini, müsəlmanların dinindən qalib gəlsin deyə onlara kömək edir, onların dinindən gedir, yolundan gedir, mənhəcindən, yəni həmin küfür şeylə belə eləsə. Amma əməllə onlar alış-veriş edir, gedir, gəlir, onlarla zahirdə dostluq edir. Bu əməlidir, bu imanın zəifliyinə dalət edir onu. Əgər biz bunu halallaşdırmaq məsələsini gətirirdik ki, böyük günahlıqdan şərtli halallaşdırma olsun. Və illə sətəttəsi aleynə dairətun təkfir. Belə olmadığı halda təkfir dairəsi bizim üzərimizə çox genişlənəcəkdir. Yəni biz elə təkfir eləsək, onda gərək hamı təkfir edək. Yəni haqsız yerə də. Məsələn, sələm yeyəndə gərək təkfir edəsən, oğurluq edəni də, alladanı da, zina edəni də məcburan genişlənəcəkdir. Yəni bu böyük günahlardır da. Halallaşdırmayana kimi sən onu kafir görə bilərsən bu əməl edən kəsi? Yox. Hədə yuqalu mən istəhəllə hədil muharramat. Deyilir ki, kim bu haramları halal görərsə də, onlardan da biri kafirlərlə olan dostluqdur. Misal olaraq, necə ki, bəzi cahillər deyirlər ki,
إذا قلت له ما تتوضأ وتصلي يقول لك yani burada ammiye de danışır şey Albani rahmetullah. Ya əxi bir abudin və la salat. Bəzi zahirlərə deyirsən ki, dəstəmaz al, namaz qıl. Dəstəmaz al, namaz qılmırsanmı? O da belə bir söz deyir. Ey qardaş deyir, nə dəstəmaz, nə namaz. Belə bir söz, zahirlərin belə bir sözü var. Bu küfürdür, şək yoxdur, küfürdür. Əmmə ləmmə o vaxt ki sənə bu sözü deyir, yəni o kəs bu sözü deyir, yəni həmin başqa bu formada deyir, bu küfür şək yoxdur. Amma sənə deyəndə ki, bu sözü başqası deyəndə ki, sən dəstəmaz namaz qılmısanmı? Deyir ki, Allahdan istəyirəm ki, bizim üzərimizə tövbə nəsib eləsin, tövbə edək, Allah bizə hidayət versin. Belə bir söz deyir. Yəni bu ikisinin arasında təbii ki, fərq vardır. Yəni biri deyəndə ki, nə dəst namaz, nə namaz. Biri də deyir ki, Allah deyirsən, niyə namaz qılmısan dəst namaz alıb? Deyir ki, ya Allah bizə tövbə nəsib eləsin. Allah bizə hidayət versin. Belə deyir. Bu ikisinin arasında fərq var. Yəni iki kəs namazı tərk edib. İki kəs, ikisi də namazı tərk edib. Onlardan biri deyəndə ki, niyə namaz qılmırsan? Namaz qıl. O da deyir ki, əşinə namaz nə zatı? Belə deyir. Biri belə deyir. Yəni bu ərəbə görə, bədəvi həyatında, bədəvi əhlinə görə açıq olmayan bir kəlmədir. Yəni başa düşülmür bu söz. Deyəndə ki, onlara ki, yəni onlar deyəndə ki, bilə budu və lə salət, dəstəmazsız, namazsız, əşinə dəstəmaz, nə namaz belə bizim tərcümədə belə çıxır bu ləfslər. O ərəblər onun bədəviləri başa düşmür ki, bunu inkar edir. Onların öz arasında bu inkar sayılmır. Yəni bu söz kimi deyil, inkar sayılmır deyir. Sonra deyir ki, kelimetun gayr vadihatin ve ila ahirihi el-an ma fi hacetin li hadihi salat hada kafir. Amma desə ki, bu namaza ehtiyac yoxdur, bu kafirdir. Amma onlarda deyəndə ki, küfür söz işlədir, amma əhəmiyyətini varamırlar. Əşinə dəstəmazsız, namazsız. Belə bir söz deyirlər də. Bizdəki nə dəstəmaz, nə namaz. Yəni namazı inkar eləmir. Yəni ki, qılmıram da, yəni nə dəstəmaz amma. Onlarda bu söz küfürdür. Əslində tərcümədə yüksək deyir, namaz, nə dəstəmaz, nə namaz. Amma bədəvilərdə bu açıq ləfz olmadığı üçün, açıq kəlmə olmadığı üçün onun heç kimi işini demir, yəni təkfirinə ki, bu cür kafir oldu, belədir. Amma deyəndə ki, namaza ehtiyac yoxdur, bu ləfsi açıqdır axı. Bu halda neyinsən, bu insan yəni kafir olur. İkinci kişi də həmçinin namaz qılmır. Deyirsən ki, ona namaz qıl. O vaxt ki, ona xatırlandığında namaz, o da deyir ki, Allah bizə tövbə nəsib eləsin. Fərqi bax, bu ikisinin fərqinə bax. Yəni birinci açıq ləfzlə dedi, nə namaz, nə dəst namaz və yaxud da ki, namaza ehtiyac yoxdur. Bu ikisi də küfürdür. İkinci də dedi ki, Allah bizə hidayət versin, yəni bizə tövbə eləsin. Bunların arasında fərq böyükdür. Birinci kafirdir, ikincisi kafir deyir. Lakin ikinci fasikdir, fısk olaraq, günah olaraq ona kifayətdir. Yəni bu bir miqyasdır ki, yəni bu miqyas üzərində hər bir asi kəs barəsində sən bunu deyə bilərsən. Hansılar ki, kafirlərlə dostluq edirlər. Bu qayda ilə gedə bilərsən. Əgər kafirlərlə dostluğu halallaşdırarsa da, yəni o mənada ki, halallaşdırarsa da onların müsəlmanların üstün olmasını, dinlərinin üstün olmasını, onların qalib gəlməsini müsəlmanlara qarşı bu şeyi halallaşdırarsa, dilində onu açıq aydın deyərsə də, bu halda insan kafir olur. Amma desə ki, Allah bizə hidayət versin, biz onlarla zəruriyyətdəyik, onlarla kömək istəyirik, onlarla bir yerdə yaşayırıq. Buna oxşar şeylə bu insan kafir deyil, lakin nədir? Fasikdir. Dördüncü fətvada Şalbani rahmehullah həmçinin öz həmin silsilədə hansı ki 467-ci kasetdə
468-ci kasetdə də cavab verərək deyir ki, bir sual verənin Cəzairdən olan sual verənin suallara cavab verdi ki, yəni birinci sual verir ki, ey şeyx, ya şeyx, fīmə yaxussu biqadiyyətil isti'anəti bil müşrikin vəl müvalətil müşrikin. Həl həzihi tuaddu riddətun əmlə? Kafirlərdən kömək istəmək məsələsi hansı məsələ ilə xüsusiyyətlidir, hansı məsələ ilə bağlıdır? Bu müşriklərlə dostluqdurmu məsələsidirmi? Bu riddədən sayılırmı, yoxsa yox? Şeyx də cavab verir ki, mən deyir elə zənn edirəm ki, sual verən kəs o da mənimlə bir yerdə bu etiqadı edir ki, küfr iki qismə bölünür. Mən deyir belə zənn edirəm. Etiqadı küfür var, əməli küfür var. Belə deyilmi? Sual verir Şeyx Albani. Sən də bizimlə bu bölümdə razısan? Bu yəni küfrün iki qismə bölünməsində. Söhbət edən Əl-Cəzairli deyir ki, bəli. Şeyx deyir ki, həsənun ceyid. Yəni gözəl, olduqca gözəl. Deyir ki, və min təməmil fikrəti, yəni fikrin tamamındandır ki, ənə əyyə əməlin yəqtərinu bihi niyə. Elə bir əməl yoxdur ki, o niyyətlə bir yerdə gəlməsin. Yəni hər bir əməldən qıla niyyət olur yəni. Lazımdır ki, niyyət olsun. Əgər biz sənin sualına cavab vermək istəsək ki, desək ki, cavab verərək desək ki, həl müvalətül kuffar kufru riddətin, kafirlərlə dostluq eləmək riddə küfrüdürmü, İslamdan çıxmaqmı küfrüdür? Beləncə bir biz sənə cavab verəsə olsaq, sənin sualına, onda vacib olur ki, biz keçmiş tərifi tətbiq edək. Küfrün iki qismə bölünməsi tərifini, yəni küfür iki qismdir. Qəlbi küfür və əməli küfür. Sənin sualın, həmin o sual verənə deyir ki, ya qəlbi məsələ ilə bağlı olandır, ya da qəlbi olmayan. Səlbən və icabən. Belədir. Fəyu'ti lehul hukm. Yəni bu ikisindən biridir sənin sualın. Ya bununla qəlbi deyil, ya qəlbi deyil. Və buna da nə deyir? Onun üçün də ona hökm verilir. Yəni, əgər bir insan kafirlərlə dostluq eləsə, etiqad eləsə ki, bu caizdir. Bunu etiqad edir ki, bu caizdir. Demək, nə edir? Etiqad edir. Etiqad harada olur? Qəlbdə. İnsan onu üzə çıxartmayana kimi sən onu bilmirsən. Məlumdur ki, bu şəriətlə, alimlərin ittifaqından caiz deyil. Yəni, kafirlərlə dostluq eləmək caiz deyil. Bu tamamilə riddədir. Yəni, bir insan buna etiqad eləsə, bu riddə olur. Yəni, İslamdan çıxmış olar. Amma o dostluğu onun üçün edir ki, yəni dostluq sadəcə bir şey kimi edir, dünya işlərinizə görə edir. Kəmə yefəl olsa, necə ki, çox günahkarlar bunu edirlər, asi olan kəslər bunu edirlər. Əməli istihləl, əməli halal olaraq. Yəni, əməli etmək, etiqad etməkdən fərqlidir. Əməldə etdi. Əməli istihləl, yəni ona deyirlər ki, insan qəlbində onu etiqad eləmir, amma əməlinlə etdiyi üçün desə, əməlinlə onu halallaşdırırsan. Hansı ki, Allah Teala haram elədiyi bir şey etmək, buna əməli istihləl deyirlər. İnsan onu etdikdən. Buna baxmayaraq, alimlər onu o kəsi, belə edən kəsi İslam dairəsindən kənara çıxartmayıblar. Yalnız onlardan birində əməli haram olan bir şey edib, etməklə olanı çıxartmırlar İslamdan. Əksinə, həmin kəs təkcə əməli yox, ora qəlbini də əlavə edibdir. Yəni, deyək ki, məsəl üçün, hər hansı bir əməli bir haram edir. Məsəl üçün, araq içmək. Misal ki, oğurluq eləmək. Bu əməlindədir. Əməlində eləməsi bunu İslam dairəsindən çıxartmır, amma böyük günah sahibidir. Və bunu etməklə yanaşı qəlbi etiqadı ora qatsa, yəni
qəlbində onu halallaşdırsa, ikisini də eləsə, bu halda nədir? Həmin kəs dinindən çıxmış olur. Demək, etiqad şərtdir. Bu böyük günahlar insan etdikdə onu halallaşdırmayan kimi kafir olunur. Amma küfürdə etiqad onu Allah bilir. Yəni o etiqadını Allah bilir. Zahirdə bir şey ki, küfürdür, biz onu küfür hökmünü veririk. Söhbət böyük küfürdən gedir də. Yəni kafir deməkdir də bir insana. Sonra deyir ki, Şeyh Əhməd Necmi Rəhməhullahdan deyir, bir gözəl deyir, təfsilat vardı deyir. Kitabı var bunun. Əl-Bəyan fi raddi alə müəllif kitab Ət-Tibyan fi kufri mən ə'anəl əmrikan. Yəni bir nəfər bir kitab yazıbdı. Nasır ibn Həməd Fəhd. Bir kitab yazdı. Kitabın da adını qoyub Ət-Tibyan. Tibyan yəni açıqlama, açıq, aydın. Kim ki Amerikana kömək edib onun küfrünün bəyanı. O vaxt Saudiya dövləti aeroportlarını açdı və yaxud nəsə Iraqı vuranda açdı, məcburan açdı. Amerika usta gəlirdi. Burada iki dənə yol var idi. Bir də hər şeyə çıxaq. Amerika gəlir. Biri var ki, güclə gəl burası götürsün. Onsa gəlir də bu. Biri də var ki, sən otursan məsləhətləşsən, bu gəlib buranı güclə götürsün. Daşda daş qoymayacaqdı. Nə din qalacaq, nə namus qalacaq, heç nə qalmayacaq. Bunlar bilinir də, kafirlərdirlər. Zahirdə onlara qapı açır. Gəlin falan küşdə durun. Güya ki, mən sənə izin verirəm. Amma həqiqətdə elə deyil. Olsun gəlir. Gəlir, ay sonrası İraqı vuracaqdır. Sənin gücün yox, bir şey yox. Yaxşı. Bu da bir nəfər də ona belə kitab yazır. Şeyh Əhməd Necmi də onu rədd veribdir. Əl-Bəyani fi-Radd. Yəni onu həmin sözə rədd verib bəyan edibdir. Deyir ki, mənə deyir bir kitab çatdı. Onun ünvanı adı belədir. Ət-Tibyanu fi kufri mən ə'anəl əmrikan. Amerikana kömək edən küfrünün bəyanı. Belə bir mənada kitabdır. Deyir, həqəzə atlaqal müəllifulləzi kətəbə isməhu aləl kitab. Deyir, müəllif Rəhməllah bu formada itlaq edibdir sözü, deyibdir. Nasır ibn Həməd Əl-Fəhdi. Bu itlaq şərtsiz, qaydasız, bunu demək çoxlu suallar yaradır. Sual yaranır ki, bu ünvanın ətrafındakı bu nədir yəni? Bu nə adını qoyubsan? Biz deyirik ki, Allah kafirlərə hamısına lənət eləsin. Allah onları uzaqlaşdırsın. Onların kim ki köməkləşir, o köməkçi özünə Allahın qəzabını vacib edir. O köməklikdə Allah onların bütün hamısının arzularını boşa çıxartsın. Şeyh Əhməd Nəcmi bəddualar edir. Kim ki onlarla təəccüblənir, yəni ki təəccüb edir, xoş gəlir də, və yaxud da ki onları dinlərini sevir onların, və yaxud da ki onların dinini, İslam dinini üstün görür, və yaxud da ki onları sevir, müsəlmanlara nifrət edir. Bunlar hamısı deyir, məzmum və muharram olan bir şeydir. Yəni, həmd olunmayan, təşəkkür olunmayan və haram olan bir şeydir. Və onlardan bəzisi də nə olur? Küfürdür. Bəzisi fasiqlikdir. Bu vəziyyətə görə nədir? Hökm verilir, hala vəziyyətə görə. Sonra kafirlərlə köməkləşməyin növlərindən danışır ki, deyir ki, birinci kafirlərlə köməkləşmək haramdır. Yəni, onlarla köməkləşmək haramdır. Yəni, köməkləşir, ona görə köməkləşmir ki, onların dinini İslam dinindən üstün etsin, İslam dinindən üstün gəlsinlər. Buna görə yox. Onları ona görə sevmir ki, onlar küfür üzərindədir. Hələ haram olan bu da, hələ bu nöqtəsidir. Müsəlmanlara nifrət eləmir ki, müsəlmanlar İslamdadır. Lakin bunu dünya tamaqlarına görə edir. Onlarla ki, dünya mənfəəti var ortada. Amma etiqad edir ki, onlar kafirdir və pisdir onlar. Bu əməl nədir?
özünün pis olduğunu, yəni pis düzgün eləmədiyini deyir. Prosta dünya mənfəəti var deyə nəfsi. Bu fasik sayılır. Həmin kəs etdiyi əməl fasiklikdir. İkinci də odur ki, yəni kafirlərlə köməkləşməkdə biri onlara kömək edir ki, İslam dinini yıxsın, və yaxud da zəiflətsin və yaxud da onları İslam'a və İslam əhlinin üzərinə qalib gəlsinlər deyə onları sevərək bunu edir. Müsəlmanlara nifrət edərək və yaxud da kafirlərin dinindən təəccüblənərək, əcəb edərək, ondan fəxr edir, belə deyək. İslam'a nifrət edərək. Bu deyir, bununla küfür edir və İslamdan çıxır. Birinci ilə ikinci yəqin ki, fərqləndirə bildiniz yəni. Sonra deyir ki, Məhiyəl müvalətü ləti yəkfuru bihə sahibuha. Yəni, o dostluq nədir ki, onun sahibi onunla kafir olur. Həmin kitabda gəldi Əhməd Nəcmin Əl-Bəyan Fərrad, yəni həmin kitabı rədd verən. Həmin kitabda deyir ki, bu ayətlər ki var, bu mənada olan açıq aydın fi ənə təvəllil kuffar min dunil müminin, yəni möminləri qoyub kafirləri dost götürmək, onları sevmək, onlarla dostluq eləmək, onlara meyl eləmək, onlara kömək eləmək, müsəlmanların sirlərini onlara vermək, müsəlmanları üzərinə kafirlərə cəsusluq eləmək. Bunlar hamısı və yaxud da ki, müsəlmanların yanında zəif nöqtələri, onları kafirləri yönətmək həmin nöqtələrə belə olduğu halda bu küfürdür. Həmin kəs küfr eləmiş olur. Eşidə bildinizsə, bu saydığımız şeylər eləsə, bu şeydə həmin kəs küfr eləmək olur, küfr etmiş olur. Və kullul əyətilləti səqəhəl müəllif turattibu alə təvəllil kuffar riddə. Yəni, müəllif rahmanullah zikr elədiyi bütün bu ayətlər ki var idi, kafirlərlə dostluq eləmək üzərində tərtib olunubdur. Bu riddədir. Əməlin puç olmasıdır və əbədi cəhənnəmlikdir. Yəni, belə də insan əməli ona dalət edir. Yaxşı, sual verib çıxır ki, hansı təvalli onu vacib edir? Yəni, ləkin mə huvə təvallilləzi yucibuhu, yəni. Sual qoy. Əhuvə mutlaqul sələm vəl-kələm vəl-kuffar. Yəni, biz saydıq bunları. Kim dostluq edirsə, bu sinifdən, birinci zikirlədiyimiz sinifdən olan kafir olur. Yaxşı, ikinci bir sual çıxır ki, bu mütləq bir insan kafirlərlə salamlaşır, danışır, onlarla bir yerdədir. Buna daxildirmi? Bu vacib edirmi bunu? Yoxsa lazımdır ki, qəlbi meyil olsun kafirlərə. Bir var əməli meyildir, bir var qəlbi meyildir. Onları sevməsi, onlara müsəlman və nusrəti minəl muslim lil kafir alə muslim. Yəni, müsəlmandan kafirə bir kömək müsəlmanın üzərində. Yoxsa budur bu, sual qoyulur. Şeyx Talat Əvzola deyir ki, burada qəsd olunan ikincidir. Onun kafir olması üçün, riddədə İslamdan çıxması üçün bu ikinci deyiləndir. Yəni, qəlbi meyl eləmək, onları sevmək. Bir müsəlman kafirə köməkdir müsəlmana qarşı, yəni zahirdə özünü İslam'a budur, bu da onu İslamdan çıxaran deyir. İkinci olandır. Necə ki, Quran sünnə şərtləri də, sələf ümmətin sələfin fəhmi də hamısı buna dəalət edir. Və qal, yətərəttəbu təkfir və təfsiqu alə zəlikə. Yəni, təkfir də, fasiklik də bunun üzərində tərtib olunur. Zəlikə, alə zəlikə. İzə اتفقنا مع الكفار على شيء يضر بديننا أو بإخواننا المسلمين محبة للكفر وإيثارا له على الإسلام ورغبة فيه دون الإسلام. والدليل على ذلك deyir ki, biz ittifak elədik ki, kim ki kafirlərlə bir yerdədir, bir şey üzərində bir yerdədir ki, dinimizə ziyan gətirsin, müsəlman qardaşlarımıza ziyan vursun. Küfrü sevərək, küfrü sevərək, onu İslam üzərində gətirərək, İslamın üzərinə, yəni ki, küfrü qabaqda gətirir, yəni sevərək, bəli, üstün tutarsa, bəli.
üstün tutur və orada ona rəğbət bəsləyir. İslamdan başqa olaraq həmin küfrə nədir? Rəğbət bəsləyir. Yəni belə edərsə də, yəni bu ittifaq edir ki, bu insan yəni kafirdir. Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki: "Ya eyyuhellezine amenu iman gətirənlər, la tettexizu aba'akum və ixvanakum awliya'a in istahabbul kufra alel iman." Ey iman gətirənlər, atalarınızı, qardaşlarınızı əgər küfrü imandan üstün tutsalar, onların özünüzə dost götürməyin. Allah təala onu qadağan edir. Men neynəsə küfrü iman. Və men yetevellahum minkum, sizlərdən kim onları dost götürərsə də fe ulaike humuz zalimun. Onlar zalimlardır. Buradakı küfrü üstün tutmaları onlarla dostluq eləməyin haram olmasında şərtdir. Yəni ki, nə küfrü üstün tuturlar. Sənin onlarla dost olsa, atan da olsa, qardaşın da olsa dostluq eləməməlisən. فَلَا يَجُوزُ إِطْلَاقُ الْكُفْرِ إِلَّا فِي مَا يَقْتَضِيهِ. Yəni küfrü itlaq olaraq demək caiz deyil. Yalnız onun şərtlərini gətirərsən. O da nədir? Buradakı dostluq, sevgi, onlara kömək, qəlbi meyl eləmək, bu şeylərlə deyə bilərsən. Bu deyir, ümumən itlaq eləmək ki, biri kafirlə dostluq edibsə, bu kafirdir. Belə demək xatadır, böyük xatadır. Bu xavaric əqidəsində olan kəsdən baş verir bu şey. Nə deyir, xavaric əqidəsində olan. O bizim bəzi tanıdıqlarımız var idi. Ramzan Qədirov təkfir edirdi ki, Putin'dən dostluq edir. Xavaric əqidəsində olan bir şeylərdir bunlar. Hansılar ki, günaha görə təkfir edirlər. Biz bunu istəyirdik tənbih edək. Allah bizim müəllif rəhməllah bu kitabda da yəni nə baş verdiyini, orada nə baş verdiyini çatar, yəni düzəliş verər. Şeyh Əhməd Necmi rəhməllah bu sözü deyir. Yəni bu mənada və yualliqul kufra alə mə təqtadihi hədihil məadi. Bu mənada küfrü nə ki, hansı şərtlər ki var, o mənada deyir, gətirməsidir. Gətirməsini şey deyər, yəni açıqlamasını verər, başa salar. Yəni bu deyir ki, Əhməd Necminin bu risaləsinə filan saytında baxa bilərsiniz. Fətva 1.com-da. Əhməd Necminin saytıdır. Sonra burada üçüncü məsələ gətirir ki, məzə yəqasidu əymətü dəvəti izə zəkərül müvaləti ləti yəkfuruna bihə. Yəni burada dəvət imamları vardı ki, burada nə qəsd olunur ki, onlar o vaxtı müvaləti zikr edirlər, hansı ki, onu edən kəs kafir olur. Kafirlərə çoxlu mallarla təbərrük eləməyin hökmü nədir? Yəni, çalan mal, dövlət verirsən də kafirlərə. Cavab verir ki, yəni Şeyx Salih Fovzan cavab verir. Şeyx Talat gətirir ki, Şeyx Salih Fovzan deyir, əgər bu müsəlmanların məsləhəti üçündürsə də, burada heç bir maneə yoxdur ki, onların şərini dəf edək. Yəni, çoxlu kafirlərə mal mülk verirsən ki, müsəlmanların məsləhəti üçün ki, müsəlmanlara neynəsin, şərləri toxunmasın. Hətta deyir, zəkat malı belə onların kafirlərin qəlblərini birləşdirmək üçün müsəlmanları onların şərindən uzaqlaşdırmaq üçün vermək olar. Yəni, hətta zəkat malı olsa belə. O kafir ki, müsəlmanlardan öz şərini çəkir, ümid olunur ki, çəkəcəkdir, ona zəkat malından verilir, hansı ki, Allah təala onu fərz buyurubdur. Qəlbləri birləşdirmək kimi də, yəni ki, hətta İslam'a girməsə belə o, onun təbii ki, hakimlər edir. Bu məsələni hakimlər edir, yəni biz onu belə bilmirik. O da qalsın ki, ümumi zəkatdan başqa, məsəl üçün, hər hansı bir onlara nəsə ödəmək, onların zərərini müsəlmanlardan dəf eləmək üçün. Yəni, əgər zəkatdan olarsa da, zəkatdan başqa da pul vermək problemdə şərlərini dəf eləmək üçün. Bu deyir, bəzi deyir, zahirlər elə zənn edirlər ki, bu dostluqdur. Bəzi zahirlər bunu dostluq kimi sayırlar. Bu isə dostluq deyil. Bu əksinə onların təhlükəsindən, onların şərlərindən müsəlmanları müdarə eləməkdir. Yəni ki,
hansı ki başlarına gələcək müsibətlər, çətinliklər var, onlardan uzaqlaşdırmaqdır. Və həmçinin Hafizəhullah Şeyx Salih Fövzan yəni deyir, ət-təvəlli iki qismdir. Təvəlli iki qism. Birincisi, onların dini üçün, dininə görə onlarla dostluq edir, kafirlərin. Bu deyir, millətdən çıxaran bir küfürdür, dininə görə. İkincisi isə, onların dinindən nifrət edir və bilir ki, bu haramdır, dünya tamağı üçün edir. Yəni, onlarla dostluğu, bu küfür deyil. Buna dəlil olaraq, kafirlərlə dostluq eləmək, hansı ki, mütləq olaraq, insan dostluğunda mütləq olaraq kafir olmur. Umumi qadağa ki var, kafirlərlə dostluq eləməkdə. Yəni, bu umumi qadağa mütləq insan kafir olmur. Allah Teala nə dedi? Sizdən kim onlarla dost görsə, o da onlardandır, düzdür? Yəni, bu dostluq eləmək burada necə ki dedik, qəlbi və əməli dostluq vardır. Biz deyirik ki, o insanlara ki, bəli, bu haramdır. Yəni, müsəlmanlardan kimsə dünya tamağı üçün kafirlərlə dostluq eləsə, bu haramdır. Lakin həmin kəs onların dininə nifrət edir, onlara nifrət edir. Yəni, ikrah altında olmayaraq da belə onlara kömək edir. Bu kəsə küfr hökmü verilmir. Yəni, ikrah altında deyil. Və özündə isə onların dininə və onlara nifrət edir. Kafirlərə və küfrə nifrət edir. Baxmayaraq ki, dünya tamaqları üçün dostluq edir onlarla. Çünki deyir, onların dininə və onlara nifrət edir. Lakin deyir, onun fiili, əməli, yəni onlarla köməkləşməsi bu haramdır və o kəs üçün küfrdən qorxulur. Yəni, qorxulur ki, birdən küfrə düşər. Yəni, halı yaxşı deyil. Amma yenə də bu insan haram edir, amma kafir olmur. Və həmçinin Şeyx Salih Fövzanın hafızlığı sual verilir, soruşulur ki, müşriklərə, müsəlmanların üzərinə silahla kömək etmək. Yəni, müşriklərə kömək edir, müsəlmanların üzərinə silahla və yaxud da silahdan başqa bir şey olaraq, məcbur olaraq və yaxud da qorxaraq, insan məcburdur və yaxud da öz namusu üçün qorxur ki, eləməsə belə şeylər baş verəcəkdir. Bu, İslamı pozan amillərdən bir amilə düşmüş olurmu? Sayılırmı belə? Deyir ki, bu deyir, necə ki biz zikr elədik, əgər insan ikrah altındadırsa, zəiflərdəndirsə, لا يستطيعون حيلة ولا يهتدون سبيلا. Yəni hilədən çıxmağa bir yol tapa bilmirlər, qaça bilmirlər, zulmdan uzaqlaşa bilmirlər, bir yol tapıb qaça bilmirlər. Allah Subhanahu taala onlara üzr gətiribdir ki, o kəslər ki, zulma qarşı bir hilə tapıb çıxa bilmirlər də, düz ولا يهتدون سبيلا. Həm zulm olunurlar, həm də ki, yol tapıb çıxa bilmirlər. Bunlar kafirlərlə bir yerdə qalırlar, zəruri ehtiyatdan qalırlar. Allah Subhanahu taala bunlara üzr gətirmiş, demişdi ki, Allah onları bağışlayacaqdır. Və ulaika asallahu an ya'fu an. Yəni Allah Taala'nın haqqında asa, ləallə işləndisə, bunlar hamısı təkidi bildirir. Yəni Allah onları edibdir. Allah Taala aff edəndir, bağışlayandır. Nisa surəsi 99-cu ayə. Amma burada şərt var da. Şərt nədir? Şərt odur ki, o kafirlərə nifrət eləməlidir, onların dininə nifrət eləməlidir. Bu şərtdir. Yəni bu qabaqda keçənlər hamısı Şeyx Salih Fövzan Hafizəhullahın fətvalarındandır. Həmin fətvaların məsləri hansı kitabdadır? Kitab-ül Fətəvə Əl-Cəliyyət, yəni Cəliyə fətvalar kitabındandır. Məsləri burdandır. Səhifə 187-ci. Ondan sonra gələnlər. Həmçinin Kitab-ül İcəbətil Muhimməti fil Məşəkilil Mulimmə. Yəni mühim cavablar kitabı nəyə cavablar? Fil Məşəkilil Mulimmə, hansı müsibət problemlərdə olan mühim cavablar verilməsi. Bu da Şeyx Salih Fövzan Hafizəhullahındır. 59-cu səhifədən və yuxarı.